Salam dəyərli həmkarlar, hər vaxtınız xeyirli olsun. Bu günləri inşallah Kurikulum dərs 2-nin izahı ilə mən sizlərin qarşınızdayım. Kurikulum dərs 2-nin izahına keçməzdən əvvəl sizə əsas bir məsələni vurğulamaq istəyirəm. Bizim dərslərimizi baxın, mən keçən deməli mövzumuzda da, dərsimizdə də daha doğrusu Time 2026-cı il buraxılışını göstərmişdim. Bizim bundan sonraki dərs izahlarımız da Time 2026-cı il deməli buraxılışı üzərində olacaq. Niyə məhz Time kitabları? Sizlərə də hər birinizə bir məsləhət tövsiyə verirəm ki, qıraq yerdə əlavə hər hansı bir dərslik mi deyim, hər hansı bir PDF mi deyim, axtarmağa ehtiyac yoxdur. Çünki MİQ və sertifikasiyaya hazırlaşan bütün müdavimlərin imtahanla düşə biləcəyi sualların %99%-i Time-dandır. Ona görə də mən məhz Time-a üstünlük verirəm və sizlərə də Time məsləhət görürəm. İndi isə keçək dərsimizə. Kitabı olanlar zəhmət olmasa səhifə 7-ni açsın, olmayanlar üçün mən buradan oxuyuram. Deməli, bizim dərs 2-də keçəcəyimiz mövzumuzun adı fən kurikulumuna aid olan əsas terminlər. Dəyərli həmkarlar, nədir termin? Hər birimiz bilirik ki, hələ orta məktəbdən bilirik ki, Azərbaycan dilində terminlər anlayışı var. Termin nədir? Qısa izahını vermək istəyirəm, çox da uzun olmasın. Termin hər hansı bir sahədə işlədilən, həmin sahəyə aid olan anlayışdır. Məsələn, müəllimlik sahəsinin özünün terminləri var. Belə deyək, hərbi sahənin özünün termini var. Məhz hərbidə işlədilir həmin ifadələr, həmin terminlər, həmin anlayışlar. Müəllimlik sahəsində ayrı, həkimlik sahəsində ayrı və yaxud da mühəndislik, inşaat və s. Biz en qədər belə sahələr saya bilərik ki, həmin sahələrə aid olan terminlər, anlayışları var ki, həmin sahədə işlədir. Eynilə fənlərin də özünün daxilində həmin fənnə aid olan terminlər. Məsələn, Azərbaycan dilinin özünə məxsus terminləri var, riyaziyyatın özünə məxsus terminləri var, rus dilinin, ingilis dilinin, biologiyanın, coğrafiyanın və s. özünə məxsus terminləri var ki, həmin sahədə işlədilir. Məhz bu gün də bizim kurikulumdan öyrənəcəyimiz, kurikulum belə deyək, dərsliyimizdən keçdiyimiz bu dərslikdə öyrənəcəyimiz terminlər məhz kurikulum sahəsinə aid olan anlayışlardır. Nədir? Bunların birincisi ümumi təlim nəticələridir. Daha sonra məzmun xətlərinin izahını verəcəm, daha sonra əsas standartın və daha sonra alt standartın izahını verib, inşallah ki, dərsimizi yekunlaşdırırıq. Dəyərli həmkarlar, nədir ümumi təlim nəticələri? Baxın, lövhəmizdə belə bir qrafik görürsünüz. Mən bu qrafiki niyə çəkmişəm? Kitabımızda dərs səhifə 7-yə baxsaq, ümumi təlim nəticələrinin bir belə deyək, tərifi verilib ki, həmin tərifi ilk oxuyanda ümumiyyətlə heç bir anlayış yaranmır. Belə deyim, nəsə belə deyim, insan biraz fikirləşir, düşünür ki, burada nə demək istəyir. Ona görə də mən bu qrafik təsviri vermişəm. Bu da mənim özümə aid, özümə məxsus olan təsvirdir ki, yəni sizlərin daha rahat, aydın başa düşməyiniz üçün istifadə etdiyim bir təsvirdir. Keçən dərsimdə də qeyd etdiyim kimi, mənim özümə məxsus taktikalarım, metodlarım var ki, məhz onlardan istifadə etməklə öyrənməni daha rahat eləyirəm. Necə ki, məsələn, keçən mövzuda dərs 1-in izahında kurikulumun keyfiyyət göstəricilərinin izahını mən ABED sözü ilə vermişdim. Eynilə burada da ümumi təlim nəticələrini mən bu qrafik təsvirinə inşallah sizlərə izahını verəcəm. Baxın, ümumi təlim nəticələrinin bizim dərsliyimizdə olan, belə deyim, tərifində belə deyir ki, mənimsədilməsi nəzərdə tutulmuş və əvvəlcədən müəyyən olmuş təlim nailiyyətlərinin konkret bir səviyyəsinə ümumi təlim nəticələri deyilir. Baxın, mənim dediyim bu tərifdən ilk ağla heç nə gəlmir, heç nə aydın olmur. Yəni, nə deməkdir? Mənimsədilməsi əvvəlcədən nəzərdə tutulmuş, həmçinin, belə deyək, mənimsədilməsi nəzərdə tutulmuş, əvvəlcədən müəyyən edilmiş təlim nailiyyətlərinin, baxın, mənimsədilməsi nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş təlim nailiyyətlərinin konkret bir səviyyəsinə nə deyilir? Təlim nəticəsi. Mən bu tərifi asanlaşdırmaq üçün
Mərkəzə görün, baxın nə qoymuşam. Mərkəzə şagird qoymuşam. Bizim fokuslandığımız, bütün müəllimlərin fokuslandığı mərkəz haradır? Şagird şəxsiyyətidir. Baxın, müəllimin qarşısında duran məqsəd nədir? Müəllim şagird üçün bilik bacarıqları mənimsədilən etməlidir. Yəni şagird onu mənimsəməlidir. Və müəllimin digər əsas məqsədi nə olmalıdır? Təlim belə deyək, nailiyyət nəticələrində həmin bilik bacarıqları əvvəlcədən müəyyən olunmalıdır. Yəni müəllim tərəfindən bilik bacarıqları həm əvvəlcədən deyir ki, müəyyən olunsun, həm də deyir ki, şagirdlər üçün bu mənimsənilən olsun. Yəni şagirdlər bunu rahat mənimsəsin, rahat başa düşsün, rahat anlasın. Məhz belə bir qrafik təsvirə baxanda ümumiyyətlə təlim nəticəsi anlayışı deyəndə, təlim nəticəsini siz belə düşünün. Təlim nəticəsi deyəndə, təlim nəticəsini biz başqa cür müəllimin əziyyətinin nəticəsi, müəllimin əziyyətinin bəhrəsi kimi də deyə bilərik. Təbii ki, bunlar mənim belə deyim, işlətdiyim mövzunu rahatlaşdırmaq üçün istifadə elədiyim mötərizədə olan anlayışlar, özümün istifadə elədiyim anlayışlardır ki, onların izahı bizim kitabımızda yoxdur. Onu da əsasən izahını ona görə vermişəm ki, daha rahat başa düşəsiniz. Baxın, təlim nəticəsi. Təlimdə nəticə qazanmaq üçün, yəni müəllim öz əziyyətinin bəhrəsini görməsi üçün nə olmalıdır? Təlimdə şagird nailiyyət qazanmalıdır. Şagird nailiyyət qazanmasa, müəllimin necə bir, belə deyək, onun təliminin sonunda nəticə verə bilər. Fərz edək ki, baxın, belə bir misal çəkim. Tutaq ki, müəllim 10 dənə şagird hazırlayır ali məktəbə. Həmin şagirdlərdən heç bir ali məktəbə qəbul olmur. Sonda sizcə müəllimin təliminin, belə deyək, onun şagirdləri keçdiyi təlimin nəticəsi necə olur? Onun bəhrəsi necə olur? Yəni, heç bir nəticə vermir. Düzdürmü? Və yaxud da bir müəllim 5 şagird, 10 şagird hazırlayır, onların hamısı ali məktəbə qəbul olur. Burada nə olur? Deməli, müəllimin əziyyəti, müəllimin belə deyək, təlimdə çəkdiyi o əziyyət sonunda öz bəhrəsini verir, nəticəsini verir. Eyni ilə biz təlim nəticəsini bu cür təsəvvür edə bilərik ki, müəllimin əziyyətinin nəticəsi kimi yadda saxlayın. Müəllimin əziyyətinin nəticə verməsi üçün təlimdə nə olmalıdır? Təlimdə şagird nailiyyət qazanmalıdır. Şagird nailiyyət qazanırsa, müəllimin təliminin nəyi olur? Sonunda bəhrəsi, nəticəsi olur. Baxın, mərkəzə də qoymuşam şagird şəxsiyyətini. Deməli, bunun üçündə nə olmalıdır? Müəllim dərsi, bilik bacarıqları şagirdlər üçün mənimsənilən etməlidir. Yəni, şagird onu mənimsəməlidir. Eyni zamanda həmin bilik bacarıqları müəllim əvvəlcədən müəyyən etməlidir. Aydındır fikrim. Yəni, şagird şəxsiyyətinə, şagirdlərə müəllim bilik bacarıqları mütləq şəkildə öyrətməlidir ki, və əvvəlcədən müəyyən etməlidir ki, şagird təlimdə nailiyyət qazansın və sonda təlimdə belə deyək, təlim nəticəli olsun. Sonda bir nəticə verilsin. Bunun izahı budur. Yəni, qısa şəkildə biz bunu belə deyə bilərik ki, təlim nailiyyətləri deməli, şagirdlər üçün bilik bacarıqlarının mənimsədilməsi, həmçinin həmin bilik bacarıqlarının əvvəlcədən müəyyən olunmasına nə deyirik? Təlimin nəticəsi deyə bilərik. Yəni, belə bir izahla bu qrafik təsvirlə mən sizə artıq belə deyim, həmin ümumi təlim nəticəsi nədir sualının izahını verdim. İndi artıq siz dərsliyimizdə də baxsınız, ümumi təlim nəticəsi nədir? Həmin tərifdə deyir ki, mənimsənilməsi nəzərdə tutulmuş. Baxın, mənimsənilməsi nəzərdə tutulmuş. Deməli, nə olmalıdır? Mənimsənilməlidir şagird tərəfindən. Əvvəlcədən müəyyən olmuş. Əvvəlcədən müəyyən olmuş deyiriksə, müəllim deməli bunu əvvəlcədən, daha əvvəldən bunu şagirdlər üçün müəyyən etməlidir, planlı şəkildə. İndi onun da izahını gəlirəm. Burada mötərizədə mən 1 illik plan yazmışam. 1 il əvvəldən müəllimin, yəni bir tədris ili öncədən belə deyək, tutduğu plandan söhbət gedir. Həmçinin deyirik ki, mənimsənilməsi nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunan təlim nailiyyətlərinin konkret bir səviyyəsinə nə dedik? Səviyyəsinə dedik ki, təlim nəticələri. Konkret səviyyəsi dedikdə, indi gəlirəm həmin o konkret səviyyənin izahına. Ümumiyyətlə, baxın, ümumi təlim nəticəsi yazmışam, baş hərflərindən ÜTN.
Ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsinin iki əsas formada izah olunur. Ümumi təlim nəticəsində baxın, fənnin sinifin sonu üçün ümumi təlim nəticəsi var. Bir də fənnin təhsil səviyyəsi üçün ümumi təlim nəticəsi. Nədir fənnin sinifin sonu üçün ümumi təlim nəticəsi? Baxın, fənnin sinifin sonu üçün ümumi təlim nəticəsi dedikdə, burada belə təsəvvürsə gətirin ki, baxın, burada biz nə dedik? Əvvəlcədən müəyyən olunan bir il əvvəldən yazmışam. Yəni, burada da bir il yazmışam. Fənnin sinifin sonu üçün ümumi təlim nəticəsi dedikdə, bir müəllim tədris ili başladığı belə deyək müddətdən, məsələn, sadə bir nümunə çəkək, 5-ci sinif şagirdləri üçün Azərbaycan dili müəllimi hələ sentyabr ayının 5-dən, daha doğrusu sentyabr ayının 15-dən, yəni tədris ili başladıqdan ta iyun ayının 14-nə kimi, yəni tədris ili bitənə kimi onların keçəcəyi bütün deməli, bilik, bacarıq, öyrənəcəyi bütün nə varsa, müəllim onu neyniyir? Müəllim onu qabaqcadan planlaşdırır. Yəni, planlı şəkildə müəllim onu, belə deyək, özü üçün qeyd edir. Bilir ki, hər bir müəllimin, baxın, bunu həmkarlarım daha yaxşı bilər, deməli, hər bir müəllimin, hər bir ixtisas fən müəllimin özünə məxsus nəyi var? Özlərinə aid olan metodik vəsaiti var. Metodik vəsaitimizi asdıqda orada planlaşdırma var. Planlaşdırma da orada iki cür verilir. Bir var gündəlik cair planlaşdırma, bir də var orada demək, perspektiv, yəni illik planlaşdırma. Müəllimin illik planlaşdırması məhz təlim, demək, ümumi təlim nəticələrini fənnin sinifin sonu üçün ümumi təlim nəticələrinin planlaşdırılmasına aiddir. Yəni, bu nə deməkdir? Müəllim bir il əvvəldən bir tədris ili ərzində, məsələn 9 ay ərzində 5-ci sinif şagirdləri üçün fən müəllimi həmin sinifdə sentyabr ayının 15-dən iyul ayının 14-nə kimi nələr ki keçməyəcək, bunların planını tutursa, bu nə sayılır? Fənnin sinifin sonu üçün illik planlaşdırma. Fənnin sinifin sonu üçün illik planlaşdırma tədris ili ərzində olur və fənnin daxilində olur. İndi isə keçirik fənnin təhsil səviyyəsi üzrə ümumi təlim nəticəsi. Nədir fənnin təhsil səviyyəsi üzrə ümumi təlim nəticəsi? Və fikir versəz, burada fənnin təhsil səviyyəsi üçün ümumi təlim nəticələrini qeyd etmişəm. İbtidai, ümumi orta və tam orta. Bilir ki, təhsilin 3 əsas səviyyəsi var. İbtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi, tam orta təhsil səviyyəsi. Yəni, bu, belə deyək, bizim keçdiyimiz təhsil səviyyəsinə aiddir. İndi ali məktəblərdə və digərlərdə demirəm. Deməli, ibtidai, ümumi və tam orta təhsil səviyyəsi. Nədir fənnin təhsil səviyyəsinin ümumi təlim nəticələri? Kurikulumda, belə deyək, qeyd etdiyim kimi, fənnin təhsil səviyyəsinin ümumi təlim nəticələri dedikdə, baxın, bayaqları biz misal çəkdik, 5-ci sinif şagirdlərinin Azərbaycan dili müəllimi, deməli, sentyabr ayının 15-dən iyun ayının 14-nə qədər bir tədris ili müddətində onlara planlı şəkildə nələr ki keçəcək, müəllim onun planını tutur və olur o nə? Fənnin sinifin sonu üçün ümumi təlim nəticələri. Amma burada isə ona uyğun bir misal çəkək. Fərz edək ki, müəllim 1-ci sinifdən 4-cü sinifə qədər şagirdlərə nələr ki keçəcək, həmin, belə deyək, baxın, burada bir sinifdən söhbət getmir. Bayaqları yalnız 5-ci sinifdən söhbət gedir. Burada 1-dən 4-ə qədər. Baxın, bura 1, 2, 3, 4. Yəni, 4 il müddətində müəllim şagirdlərə nə keçəcəksə, onun planını tutursa, bu olur fənnin təhsil səviyyəsi üzrə ümumi təlim nəticəsi. Təhsil səviyyəsi də bölünür ibtidai 1-dən 4-cü sinifə qədər. Daha sonra ümumi orta təhsil səviyyəsi üzrə müəllim 5-ci sinifdən 9-cu sinifə qədər 5, 6, 7, 8, 9 bu 5 il ərzində şagirdlərə belə deyək, nələri öyrədəcəksə, hansı bilik bacarıqları verəcəksə, nəyin planını tutubsa, bu onların ümumi deməli orta deməli təhsil səviyyəsi, fənnin təhsil səviyyəsinin ümumi orta təlim nəticəsidir.
Və eyni qaydada tam ortaya da o aiddir. 10-cu, 11-ci sinif şagirdləri tam orta təhsil alırlar bildiyimiz kimi və deməli 10-11-ci sinif şagirdləri üçün bu 2 il ərzində, yəni 10-cu sinifdən 11-ci sinifə qədər fərqi yoxdur. Yəni bunları mən siniflərə ayırmışam. Biz bunu 1-dən 11-ə kimi də deyə bilərik. Neçə il eləyir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yəni bu 11 il ərzində müəllim şagirdlər üçün tədris planını hazırlayırsa, bu artıq fənnin təhsil səviyyəsi üzrə ümumi təlim nəticələri gedir. İndi isə keçirik biz ikinci anlayışımıza. Əvvəlcə lövhəmizi təmizləyək. Dedik ki, kurikulumda ikinci bizim terminimiz nə idi? Məzmun xəttləri. Daha sonra biz öyrənəcəyik əsas standart və daha sonra alt standartla inşallah ki, biz öz mövzumuzu yekunlaşdırarıq. Keçirik ikinci terminimizə. Bizim ikinci terminimiz baxın. Yazırıq buraya 2. Məzmun xəttləri. Nədir məzmun xəttləri? Burada 2 məzmun xəttləri, 3 əsas standart, 4 alt standart. Baxın, məzmun xətti dedikdə, məzmun xətti ümumiyyətlə kurikulumda məzmun xətti anlayışı dedikdə, məzmun xətti dəyişməzdir, fənnin ana xəttidir, fənnin leitmotividir. Yəni dərs belə deyək, 2-nin izahına siz səhifə 7-də baxsınız, bu şəkildə belə bir tərif görərsiniz. Ümumiyyətlə məzmun xətti, əsas standart, alt standart deyəndə fərz edək ki, belə deyək, daha çox belə bir anlayış verilir. Məsələn, rəqəmlərlə bu göstərir. Məsələn, 4.1.1. Sual oldu ki, müəllim, nədir 4.1.1? Məhz 4.1.1 və yaxud da burada fərqli olan 4.2.1 və yaxud da 3.1.2 fərqi yoxdur. Ümumiyyətlə, həmin bu rəqəmlərin ifadəsi, baxsınız, burada kitabımızda da görərsiniz. Baxın, rəqəmlərin açılması, məzmun xətti, əsas standart, sadəcə standart yazılır və məzmun standartı, yəni alt standart. Ümumiyyətlə, bu 3 anlayış həmin rəqəmlərin ifadəsini bizə verir. Məzmun xətti dedikdə, məzmun xətti anlayışını daha yaxşı, daha aydın başa düşmək üçün mən sizə yenidən Azərbaycan dili fənnindən, həmişə olduğu kimi Azərbaycan dili fənnindən bir misal çəkmək istəyirəm. Azərbaycan dili fənninin 4 əsas məzmun xətti var. Baxın, bizim kitabımıza da nəzər salsaq, Azərbaycan dilinin 4 əsas məzmun xəttini orada görə bilərsiniz. Bunlardan birincisi dinləyib anlama, danışma, ikincisi oxuma, üçüncüsü yazma, dördüncüsü dil qaydaları. İstəyirsinizsə qısa şəkildə bunları yazın. Azərbaycan fənn olaraq bu günləri izahımı mən Azərbaycan dilinin belə deyək məzmun xəttlərindən verirəm ki, daha aydın hər birimizin başa düşəcəyi şəkildə, bütün fənn ixtisas müəllimlərinin başa düşəcəyi şəkildə olsun ki, baxın Azərbaycan dili yazırıq. Azərbaycan dilinin məzmun xəttləri. Azərbaycan dilinin məzmun xəttləri. 1. Dinləyib anlama və danışma. 2. Oxuma. 3. Yazmaq, oxumaq, yazmaq. 4. Dil qaydaları. Baxın, məzmun xətti dedikdə, Azərbaycan dilinin məzmun xətti dedikdə, Azərbaycan dilinin 4 əsas məzmun xətti var. Dinləyib anlama, danışma, oxuma, yazma, dil qaydaları. Yəni, bu o deməkdir ki, Azərbaycan dilində 1-ci sinifdən tutmuş ta 11-ci sinifə qədər bütün məzmun xəttləri eyni şəkildə ifadə olunur. Yəni, 1-ci sinifdə də
dinləyib anlama, danışma, oxuma, yazma, dil qaydaları ta 11-ci sinifə qədər də deməli bu eyni şəkildə dinləyib anlama, danışma, oxuma, yazma və dil qaydaları nə olur? Şagirdlərə öyrədilir. Və deməli məzmun xəttlərinin əvvəlində tərifdə dediyimiz kimidir, məzmun xəttləri dəyişməzdir. Yəni məzmun xətti ümumiyyətlə dəyişmir. Sinifdən sinifə keçdikdə də deməli məzmun xəttləri dəyişməz qalır. Baxın, deyirik ki, Azərbaycan dilinin məzmun xəttləri dedikdə məhz bunlar nəzərdə tutulur. Riyaziyyat fənninin özünə məxsus belə deyək məzmun xətti var ki, cəbr funksiyalar var, ondan sonra həndəsə var, ondan sonra sonda ehtimal mövzusu var. Hər bir fənnin özünə məxsus belə deyək məzmun xətti var. Baxın, Azərbaycan dilinin məzmun xətti dedikdə baxın 4. 4 deyildikdə buradakı 4 rəqəmi, yəni məzmun xətti Azərbaycan dilində nəyi ifadə edir? Biz 4 rəqəmini gördükdə avtomatik başa düşməliyik ki, Azərbaycan dilində bu 4 rəqəmi dil qaydalarını ifadə edir. Və yaxud da ola bilsin ki, 2.1.1 olsun. 2-ni biz gördükdə avtomatik başa düşürük ki, Azərbaycan dilində ikinci məzmun xətti nədir? Oxumaq. Və yaxud da burada 1.1.1 olsun. 1 olduqda deməli dinləyib anlama və danışma. Deməli dəyişməz məzmun xətti nədir? Dinləyib anlama. Və yaxud da bunun əvəzinə biz 3 də yazırıq. 3.1.1. Və yaxud da buradakı rəqəmlər də buradakı kimi dəyişə bilər. Onun da izahını verəcəm. 3 olduqda biz bilirik ki, Azərbaycan dilində 3-cü məzmun xətti nədir? Deməli yazma, şagirdlərin yazması, ikinci oxuması, dinləyib deməli anlayıb danışması və 4-cü də onların dil qaydalarıdır. Videomuza davam edirik. Dəyərli həmkarlar, üzrlü sayın bəzi texniki səbəblərə görə videonu dayandırmalı oldum və yenidən davam edirəm. Deməli, qeyd etdiyim kimi burada məzmun Azərbaycan dilinin məzmun xətti deyildikdə, məsələn 4.1.1 gördükdə avtomatik başa düşürük ki, 4-cü məzmun xətti dil qaydalarıdır. Müəllim deməli şagirdlərə dil qaydaları mövzusunu keçəcək. İndi isə keçirik əsas standart. Əsas standart deyirik ki, məzmun xəttini ifadə edir və əsas standart dəyişə bilər. Yəni qismən dəyişir, dəyişə bilər. Əsas standart burada gördüyümüz artıq baxın, buradakı ikinci rəqəm əsas standartı ifadə edir. Baxın, bu bura aiddir, bu bura aiddir, bu da bura aiddir. Alt standartının da izahını verəcəm. Deməli, əsas standart, ikinci gördüyümüz rəqəm, əgər ikinci rəqəmi görürsə, deməli bu alt standartdır. Alt standart ümumilikdə məzmun xəttlərini ifadə edir. Yəni bu nə deməkdir? Fərz edək ki, biz qeyd etdik ki, Azərbaycan dilinin 4 əsas məzmun xətti var. 4 əsas məzmun xəttinin baxın, birinci, ikinci, üçüncü, dördüncüsünün ifadəsini verdik, açıqlamasını verdik. Qeyd etdik ki, əgər biz burada 4 rəqəmini görsək, başa düşərik ki, burada Azərbaycan dilində məzmun xətti dil qaydalarıdır. Əsas standart 1 isə, fərz edək ki, Azərbaycan dilindən dil qaydaları deyiriksə, ondan sonra biz bilmirik. Müəllim şagirdə dil qaydaları keçdi, hansı dil qaydalarını keçdi, hansı mövzudan keçdi, bu hələ bizə tam aydın deyil, tam məlum deyil. Ona görə də biz bilməliyik ki, nisbətən belə deyək, məzmun xəttini daha da açıq formada, onu daha da belə aydın formada ifadə edən ikinci əsas anlayış, əsas standartdır. Aydındır, fikrimi ifadə edə bilirəm. Yəni, bu deməkdir ki, biz bildik, müəllim şagirdlərə dil qaydaları mövzusunu keçdi. Məsələn, 5-ci sinifdə Azərbaycan dili müəllimi şagirdlərə 4-cü məzmun xətti olan deməli, dil qaydalarını keçdi. Hansı dil qaydalarını keçdi? Fərz edək ki, müəllim şagirdlərə belə deyək, isim mövzusunu keçdi. Baxın, biz bura yazaraq, lövhəni buradan dönərək, bura yazaq 1, isim, 2, sifət, 3, say, 4, əvəzlik. Yəni, bu qədər bizə kifayət edir. Deməli, deyirik ki, dil qaydaları 4, deməli, müəllim şagirdlər dil qaydaları nə oxudan keçməyib, nə yazmaqdan keçməyib, nə dinləyib anlamadan keçməyib. Müəllim şagirdlərə dil qaydalarından keçib. Məzmun xəttimiz dil qaydalarıdır.
Daha sonra dil qaydalarına müəllim şagirdləri hamısı mövzunu keçir. Fərz edək burada olsaydı 3. 3 olsaydı yenə eyni qaydadır. 3 nə idi? Deməli müəllim dil qaydalarından say mövzusunu keçir. Və yaxud da 4 olsaydı 4.4.1 deməli müəllim şagirdləri əvəzlik mövzusunu keçmişdi. Və yaxud da deyək ki 2 olsaydı sifət mövzusunu, 1 olsaydı isim mövzusunu keçmişdi. Yəni bu o deməkdir. Alt standart nədir? Alt standart həmin bu qeyd etdiyimiz məzmun xəttlərinin əsas standartlarının daha belə deyək, açıqlayıcı formasıdır. Daha da aydın izahını verir. Nə deməkdir? Fərz edək ki, müəllim dedi ki, şagirdlərə məzmun xəttlərində dedi ki, bildiyi dil qaydalarını keçdi. Daha sonra dil qaydalarında hansı mövzunu keçdi? Bir, isim mövzusunu keçdi. Baxın, isim mövzusunu keçdi. Bəs isim mövzusunda müəllim bu gün şagirdlərə nəyin izahını verdi? Baxın, isim mövzu böyük mövzudur, isim mövzu geniş mövzudur. Yəni, bir dərsə bəzən elə olur ki, isim mövzusunu sığışdırmaq olmur. Məsələn, ismin mənsubiyyətə görə dəyişməsi var, ismin halları var, ismin şəkilləri var. Yəni, ismin müəyyən növləri var. Yəni, isim mövzusu genişləndikcə, həmin, belə deyək, fərz edək ki, bu günləri müəllim ismin hallarını keçib. Baxın, buradan lövhəmizi bölürük. Biraz yaxşı görünməsə də, baxın, ismin halları, adlıq, yəriş, yönlük, təsirli, yerli, çıxışlı hal və yaxud da ismin şəkilləri, arzu, istək, əmr, vacib şəkli. Baxın, 2 də olsun, məsələn, ismin şəkilləri. İsmin şəkilləri mövzusu. Deməli, məzmun xəttlərində Azərbaycan dilinin məzmun xətti deyildi və yaxud da hər hansı bir fənnində məzmun xətti deyildikdə, həmin məzmun xəttinə aid olan anlayış ifadə olunur. Həmin əsas standart məzmun xəttini nisbətən ifadə edir. Yəni, dil qaydaları biz Azərbaycan dilini deyəndə hansı dil qaydaları? Məsələn, isim mövzusu. İkinci rəqəm əsas standartı göstərir. Üçüncü rəqəmdə qeyd etdik ki, alt standartı göstərir. Yəni, əsas standartı məzmun xəttinin nisbətən daha belə deyək, aydın formada ifadə edir. Lövhəmizi təmizləyib digər başqa bir misalla mən sizə inşallah bunun izahını verəcəm. İstəyirəm dərsliyimizdən də göstərək. Baxın, bizim dərsliyimizə baxsaq, burada birinci bölmə yazılıb. Birinci bölmə hüquqi savadlılıq. Sonra 1.1 yazılıb. 1.1 yəni birinci deməli bölmənin birinci fəslində təhsilə aid sənədlər. Burada da baxırsınız təhsilə aid sənədlər. Elə bilin ki, baxın bu bölmə bizim məzmun xəttimizdir. Bu fəsil bizim əsas standartımızdır. Sonra 1.1.1 və yaxud da 1.1.2 də bizim alt standartımızdır. Burada deməli, alt standart artıq mövzunun adını ifadə edib, təhsil proqramı, yəni kurikulum haqqında ümumi məlumat. Burada isə bu gün sizə izah elədiyim mövzu fənn kurikulumuna aid əsas terminlərin təsviri. Eyni qayda ilə, bana sadə bir izah da verim, belə deyim. Hər hansı bir fəndə fərqi yoxdur. Bir, belə deyək, mövzudan digər mövzuya keçəndə və yaxud da bir fəndən hər hansı bir fəndə belə deyək. Biz orta məktəbdən belə deyək, kurikulumdan hazırlanmış, çap edilmiş kitablara nəzər saldıqda fikir versəz həmin kitabların araları bu cür rəngli formada, biri göy, biri yaşıl, biri qırmızı, müxtəlif rənglərdə belə bölünür. Həmişə mənim özümə də maraqlı olardı ki, görəsən bunları niyə ayrı-ayrı rənglərə bölüblər, niyə ayrı-ayrı deməli, həmin o rəngli səhifələri də asdıqda, həmin səhifədə növbəti fəslə keçəndə həmin fəslə aid, həmin fəslin adı və orada keçiriləcək mövzuların adı yazılırdı. Eyni qaydada, indi artıq biz bunu tam aydın, rahat şəkildə başa düşə bilirik ki, məsələn, Azərbaycan dili fənnində bizim gördüyümüz həmin növbəti fəslə keçəndə həmin fəsil orada nəyi ifadə edirdi? Azərbaycan dilində həmin məzmun xəttinin
əsas standartını, orada da keçdiyimiz hər hansı bir mövzu və yaxud da növbəti mövzu onun alt standartını ifadə edirdi. Bunu bu cür başa düşə bilərik. Digər bir deməli sadə bir izah alt standarta aid verib. İnşallah ki mövzumuzu, dərsimizi, bugünkü dərsimizi biz yekunlaşdırarıq. Bina anlayışı ilə verirəm. Fərz edək ki, baxın, 3 mərtəbəli binamız var. Davam edirik dəyərli həmkarlar. Fərz edək ki, baxın, bizim 3 mərtəbəli binamız var. Bu deməli, bu binanın birinci bloku olsun. Blok. Bu binanın ikinci bloku olsun. Bu da 3 mərtəbəli binamızdır. Bu da bizim binamızın 3-cü bloku olsun. 3 mərtəbəli bina sizin üçün göstərirəm. Baxın, deməli birinci blok, yəqin ki, hündür mərtəbəli binalarda bir neçə belə deyək, yanaşı tikilmiş binalarda həmin binalara giriş blokları üzərində yazır. Birinci blok girişi məsələn hardandır, ikinci blokun girişi hardandır, üçüncü blokun girişi hardandır. Baxın, bunların indi mərtəbələrini göstərik. Birinci blokun birinci mərtəbəsi buradır. 2 buradır, 3 buradır. Eyni qaydada 1, 2, 3. 1, 2, 3. Bu onun belə deyək, mərtəbələrdir. Fərz edək ki, hər hansı bir belə deyək, yaxın dostunuz sizə zəng vurur, siz onu qonaq çağırmısınız. Zəng vurur sizə deyir ki, siz harda yaşayırsınız? Siz yaşadığınız ünvanı ona deyirsiniz. Yaşadığınız ünvana gəlib çatır, amma o bilmir siz neçənci blokda qalırsınız. Qarşısında 3 dənə bina var, belə deyək, 3 bina var, bilmir hansı belə deyək, binada qalırsınız. Siz ona məlumat versəz, desəz ki, mən 2-ci blokda qalıram. Artıq belə deyək, bura yazırıq 2. Siz ona desəz ki, mən 2-ci blokda qalıram, o artıq nə 1-ə, nə 3-ə getməyəcək. 2-ci bloka gələcək. Amma yenə də o sizin tam mənzilinizi, tam ünvanınızı tapa bilməyəcək. Artıq nə etməlidir? Bu birinci blok, ikinci blok dedikdə, bu bizim olsun məzmun xəttimiz. Məzmun xətti. İndi biz bu məzmun xəttini daha da açmalıyıq. Nə etməliyik? Əsas standartı keçməliyik. Yəni, biz qaldığımız mərtəbəni dostumuza deməliyik. Fərz edək ki, deyək, 3-cü mərtəbədə qalıram. Artıq biraz da dostumuza aydın oldu. Buraya yazırıq 3. Əsas standart. Daha sonra fərz edək ki, dostumuz gəldi 2-ci blokun qarşısına və liftlə qalxdı 3-cü mərtəbəyə. 3-cü mərtəbə özlüyündə də bir neçə mənzilə bölünür. Məsələ, bura olsun məsələ, belə deyək, 1-ci mənzil, 2-ci mənzil, 3-cü mənzil. Düzdür? Fərz edək ki, siz qalırsınız 1-ci mənzildə. Dostumuz 3-ə də qalxsa, 3-cü mərtəbədə, yenə də sizin mənzilinizi təyin edə bilməyəcək. Dəqiq ünvanınızı tapmayacaq. Amma siz dostunuza desəz, 1-ci blok, 3-cü mərtəbə, ev məsələ 1-də, mənzil 1-də qalıram. Avtomatik deməli, dostunuz gəlib rahatlıqla sizin mənzilinizi tapacaq. Eyni ilə qeyd etdiyim bu məzmun xətti, əsas standart, alt standart bir növ, yəni buna bənzəyir. Bura məsələ yazırıq ki, 1 olsun alt standart. Alt standart. Deməli, biz buradan hansı nəticəni aldıq? 2.3.1. Deməli, biz rəqəmlə 2.3.1 gördükdə nə başa düşürük? Yəni, mən bunu mənzil, blok, belə deyim, ifadəsi ilə, mərtəbə, bina ilə bunun izahını sizlərə verdim ki, daha aydın başa düşəsiniz. Yəni, necə ki, dostumuz gəlib bizi birinci blokda, biz birinci blokda və ya ikinci, üçüncü blokda qalıram desək, konkret bizim ünvanımızı tapa bilməyəcək. Biz mərtəbəni ona deməliyik, mərtəbəni desək, yenə də bizi tapa bilməyəcək. Hansı mənzil olduğunu deməliyik, eyni ilə məzmun xətti də ona bənzəyir. Fərz edək ki, biz Azərbaycan dilində dedik ki, dedik, 4 əsas məzmun xətti var. 4 əsas məzmun xəttinin dördüncüsü dedik ki, dil qaydalarıdır. Baxın, açdıq dil qaydaları. Dil qaydaları bizim blok məsələmizə oxşuyur. Daha sonra xatırlayın,
Biz orada dedik ki, dil qaydalarında məsələn hansı mövzu? Dedik ki, isim mövzusu. İsim mövzu deyəndə, isim mövzusu artıq bizim binamızın mərtəbələrinə bənzəyir. Yəni əsas standartı isim mövzusudur. Sonra dedik ki, isim mövzusundan yəni hansı anlayış, hansı mövzu? İsim mövzu da bölünür. Dedik ki, ismin mənsubiyyətə görə dəyişməsi var, ismin halları var, ismin şəkilləri var və həmin ismin özünün də daxilində bölünmə, konkret tapdığımız hansı ki, bugün şagirdlərə mövzu keçəcək, o da bizim mənzilimizə bənzəyir. Artıq tam şəkildə mənzil aydın olduğu kimi, ünvan tapıldığı kimi, biz də məzmun xəttlərinin əsas standart və alt standartlara riayət etdikdə artıq şagirdlər üçün nədir? Keçdiyimiz dərs, onlara verdiyimiz bilik, bacarıqlar, onlar üçün tutduğumuz idey planlaşdırma belə deyim, perspektiv olur, daha aydın olur, daha effektiv olur və təlim sonunda nə olur? Nəticə verir. Bugünkü dərsimiz bu qədər. İnşallah ki, sizlərə bir faydam oldu. İnşallah ki, sizlərə izah edə bildim fikirlərimi, sizlərə dəstək ola bildim. Sağ olun, salamat qalın.